önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Günaydın, günaydın, günaydın. Good morning, good morning, good morning. Başka ne var? Good morning children. Başka dilde ne var? Sabah xeyir. Başka dilde. Ben bugün malı yazmayanlar. Ben 4 dil bilirim, 5 dil bilirim. Ha diyen. Dobre utrak. Şimdi göster. Günaydın. Arkadaşlar çok güzel bir günden sizi salamlayıram. Ne olduğunu deyə bilmərəm, sürprizdir. Çünki ola da bilər, bugün olmaya da bilər. Amma bugün çok güzel bir şey üçün oyanmışam. Dediyim kimi bir tərslik çıxmasa, gözlədiyimiz kimi geçsə bugünkü vlog çok sürprizli bir şeylə bitəcək. İnşallah ki elə olar. Yəni demək istəmirəm, həmişə deyəndə sonra bir sorun çıxır, olmur. Nəysə, uzun sözün qısası, həmin sürpriz üçün oyanmışam, həmin sürpriz üçün həyecanlıyam, mutluyam. Nə olduğunu yorumlarda tahmin edin. İndi sizə əsnafın ödrəklərini göstərirəm. Yeni misafirlərimiz, yeni survivorlarımız, yeni həyatda qalmağa çalışan yarışmacılarımız tam olarak karşınızdadır. Limonla Limonla portakal olsun. hə, olsun. Limonla porti olsun, porti. Limon porti. Nədir fikirdir? Gəlsə ayaqqabıları. Nə qəşəngsiniz siz, nə şirinsiniz, niyə düz divara baxırsınız? Arkadaşlar birbirlerinden ayrı qalanda bildiğiniz ağlayırlar. Bu örnəklərin kime qismət olacaq? Kimə qismət, hələ kiməsə qismət olsa yaxşıdır, Nadir. Dua eləyək, ölməsinlər. Ben buradayım sönmezler. Ulan üstünün teneffüs belə ediləmişsiniz. Onda sənə qismət olacaq, belə başa düşdü. Şaka yaptım, şaka yaptım, şaka yaptım. Neyse, Allah saxlasın, Allah sizi xoşbəxt eləsin, yarayanlardan olasınız. İnşallah ölməzlər. Əslində yayda ölmə ehtimalları azdır. Bir də ördək balaları cücə balalarına baxanda daha sırtıq olurlar. Cücə balalarının tez ürəyi gedir. Hə, deməli indi Nadirlə birlikdə kahvaltı hazırlayırıq. Mən omlet eləyəcəm bugün. Yağımız var o paçka yağımızdan. Şu əla. Mən indi omlet eləyəcəm, Nadir də pankek eləyəcək. Süfrəni quraq oturaq səhər yeməyinə. Arkadaşlar kahvaltımız hazır. Arkadaşlar nasılsınız? İyi misiniz? İndi git atanı çağır. Meryem gönderdim şehirler çağırsın. Meryem de get gelişti orada. Çağır onları gelsin. Oturan geçək səhər yeməyinə. Koşun, koşun. Vaxt necə keçəcək heç bilmirəm. Yani sürpriz dediğim şey gün ortadan sonradır. Vaxt necə keçəcək heç bilmirəm. Soyuqdur içmə aşkım, soyuqdur. Bırak soyuqdur. Bəbəm soyuqdur, bəbəm. Bəbəm soyuqdur, sındı stəkan, bırak ömrüm. Ömrüm deme ona. Parmağımı soxaram burnumun deşiklərinə ya. Bəsdir. Yaxşıdır, ömrüm soyuqdur, eşitmirsən? Aşkım soyuqdur, ölüm sənin üçün. Şo, mən getdim yemək yeməyə. Arkadaşlar, səhər yeməyimizi yedik, içəcəyimi aldım. Gedirəm, Məryəm mənim saçımı ütülüyüb. Bugünkü sürprizə hazırlaşıram bir növ. Ondan sonra kombin videosu çəkmək üçün aşağı düşəcəm, haydi. Deməli dostlar, evdən çıxdıq. Sizin üçün bugün hazırladığım kombin videosuna baxmışsınız yəqin ki. Yəni çəkmədiyim ərəfədə, çox sağ ol həyatım. Çəkmədiyim ərəfədə kombin düzəltmişəm. Deməli, hə, salam, necəsiz? Gəl bura bir ana sən. Sənə elədiklərimi üzvə deyə bilmirəm, qoy videoda deyim. Səndən bu dəqiqə zəhləm gedir Quran. Tükürməyi üstümüzə. Quran and olsun. Mənim səndən xoşum gəlir. Zəhləm gedir. Sən mənim başıma itin oyununu açdın. Mən sənin başıma niyə o itin oyunu açdın? Bu girmişsən evi, mənə Çox pis düşürsən düşdüm maşına. səndən Quran and olsun. Uşaqlar, full face makyaj eləmişəm, kombin düzəltmişəm, video çəkmişəm. Təsəvvür elə Zeydi verib qucağıma gölü yatsıdır. Çıxıb gedib əynini geyməyə. Bir tərəfdən video montajlamışam, sizin üçün paylaşmışam. Eyni anda Zeydin sumkası yumuşam, yığmışam, butulkalarını yumuşam. Bir tərəfdən uşağı yatsıdırmışam. İndi evdən çıxıram, mənim iki ayağımı bir başıma soydu. Bir dənə üzümə tüpürmədiyi qaldı ki, niyə evdən çıxmırsan? Küsmüşəm səndən. Bir saat aşağıdan el rədd buradan. Sən rədd ol.
Xeyr, barışmayacağım. Neyse, gəlmişik çəkilişə. Sizə demişdim, biz hər gün Astara Moldayıq. Hər an bizlə burada qarşılaşa bilərsiniz. Biz getdik çəkilişə, ondan sonra Lənkərana. Deməli, burada bir xanım var, sizin qızınızdır. Allah saxlasın. Mədinə Bizi gəlib qızımıza... tuta bilmir burada. Mədinə qızımıza buradan çoxlu-çoxlu öpücüklər və salamlar. Mədin axı tutacaqsan bizi, narahat olma, hər gün buradayıq. Mama prosta öz sənə demir ki, mənə gəldi ki, özüm demirəm ki, bir dəm narahatçılıq zad olar. Oradan can. Ha, özü gizladır bizdən Mədinə. Niyə belə Yəni bizi edirsiniz səndən uşaqla? gizladır. Ayıb olsun. Yəni günahkar mamadır. Bilirdi biz Çək gələcəyik, mamanı, sən çək mamanı. Getdik, gəlin. Arkadaşlar, gəldik, çatdıq Lənkərana. Zeydi, Əsatı. Mən video çəkirəm, öskürüb fıxırma videomun ortasında. Səsim başıma düşür. Əsnatı, Məryəmi və Zeydi qoyduq Nakuş Bibigildə. Zəhranı və Rabiyəni və Nadiri və Şəhriyəri götürdüm. Gedirəm Fioraya çəkiliş arkadaşlar. Günümüzü keçirtməyə çalışırıq ki, vaxt tez keçsin, sürprizə doğru yaxınlaşaq arkadaşlar. Bu dəqiqə getdiyimiz hər yer, elədiyimiz hər iş sürprizə bir addım daha yaxınlaşmaq və... Bir də arkadaşlar, buradan bir şey vurğulayım. Çox xahiş edirəm hər kəssə. Bax, özünüzə xeyirdir. Bir, şoferlərdən xahiş edirəm ki, yolda maşın sürəndə kör olmasınlar, güzgülərdən istifadə eləsinlər, qurban Allaha adamın üstünə sürməsinlər, öz zolaqlarından maşını sürsün, idarə eləsinlər. İkinci xahişim də peşxodlaradır. Bu peşxod xətti yaranıb, bilirəm, bu mənzum da yeriyəndə peşxod xəttindən istifadə edirlər. Amma sürücünü də fikirləşməlisən, özünü də fikirləşməlisən. Peşxod xəttinə çatanda birinci qal orada, bir sağa bax, sola bax, sonra yeri. Peşxod xəttinə çıxan kimi gedərlər. Sən şoferi də təhlükə atsan, şofer səni qoruyur, özün cərmələtdirir. Özün qorunmayan cərmədən qaçıran da vurursan, zonlayır o yana. Elə bində çıxdın, peşxodun xəttinin üstünə çıxdın, bir dənə sağa bax, bir dənə sola bax, gör vəziyyət yaxşıdır, sənə yol var getməyə, imkan var, yaranır, vəsə. Maşınlar da dayansın, sən yeri getmə. Mən şəxsən heç kəsə güvənib birbaşa piyada keçidini birbaşa keçə bilmərəm. Bəlkə biri, nə bilim, piyanı var, əsəbidir, biri sürər möhkəm gələr. Nəysə, bilgiləndirmə bitmişdir arkadaşlar, yol verir sənə. Hər maşın sürən şey olmur ki. İndi gedək çəkilişə. Bizə dosadan kokteyl alarsan aşkım. Hə? Nəysə. Kokteyl istəyirəm. Bunu öyrək aldı. Yox. Lap buna görə belə gəlim. Bir manatdır da kokteyl istəyirəm də səndən. Krisa. Keç. Sözcü bir manatdır dedizdirə 30-dan 40-dan şey aldırım. 30 manat 40 manat. Mən ömrümə girib sənə 1 manat. Nə deyirsən deyin, səni hövsələm daraldı mənimi. Bizdəki nədir? Hövsələdir, səndə hövsələdir, bizdə nədir? Uşaqlar, məndə son zamanlarda qəribə bir şey yaranıb. Yol gedirəm, maşında oturmağa hövsələm çatmır. Uşaq ağlayır, hövsələm çatmır. Səs-küy olur, hövsələm çatmır. Belə qəribə olmuşam. Hava çatışmamazlığı yaşayıram o dəqiqə. Bilmirəm, hava istidir ona görə. Bilmirəm nədir, başa düşə bilmirəm. Çox belə hövsələsiz olmuşam. Nəysə, kapat orada açarsan. Aşkım, ay aşkım. Rabiyə dedi ki, ata bizə kokteyl alar. Kim dedi? Ata Rabiə. məndə banan Mən alar. bədbax evdə soğan çörək yeyib çıxmışam indi bu dəqiqə. Çöldə pul xərcləməyim. Mən də naydə soğan çat satmışız, lavaşı batırıb bilmirəm, qurağın dolsun. Soğan çörək yeyib çıxmışam ki, çöldə pul xərcləməyim. Eybi yox. Mən çıxmışam çöldə mənə kokteyl 1 manat, 2 manat, 3 manat, 4 manat, 5 manat. 5 manat. Bəli. Harada 5 manat? Səndə. Mən qələt edirəm. Məndə, onda apar mən aldım. Eybi yox, sən ömür boyu ağıllıysan, ulluysan. Eyni cib zat deyil, apar mən kokteyl alıram. Apar. Yox, mən kokteyl olmasa çəkiliş eləmirəm. Mən apar. Cəhənnəmi görür nədir? Ayıb bir sən üçün. Gəl. İşimi alacaqmışam. Nadir, kartda pul var. Kartla. Kart to kart eləyirəm, nə olar? Uşaqlar üçün də al, mən üçün də. Çəkərdim də heç olmasa. Nə çəkərdi? Kart to kart eləyim, ala bilərsən. Şö. Hamı üçün al. Nə qədər lazımdır? Ver, canın çıxsın. Gələ. Nadir, mən vanilli. Siz özünüz də nəli istəsiniz? Sən nə gündəsən, manatdır çıxır anca cibindən. Nə gündəsən sən? Nə qədər eləyir? Neçə manatdır orada? 3, 4, bir dənə də ver. Neçədir? 1 manatdır, bir dənə də ver ondan əlavə. İçərdən götürərik. Kart atıram, kart atıram.
Evet arkadaşlar, çəkilişimi elədim. Fiora'ya nə qəşəng şeylər gəlib. Quran and olsun, reklam məqsədi ilə demirəm. Bir dənə bunlara baxın. Çox qəşəngdir. Buna baxın. Bunu mən necə aldırım Şəhriyara. Bugünkü sürprizə görə bu dəqiqə Şəhriyara pul xərclətdirə bilmirəm. Vicdan əzabı çəkirəm. Eda Taşpınarın bədən yağları gəlib bura. Gümüş parıltılı, qızılı parıltılı, çox qəşəngdir. Bayıldım da bildiyiniz. Çox qəşəngdilər. Bunlara baxın da bir dənə şeydir. Bunun balacası neçəyədir xanımlar? 6 manat. Bunu birini saxlatdıracağım, özüm üçün gələndə alacağım. Çox qəşəngdir. Çox qəşəngdir. Ölürəm parıltılı şeylərdən ötürü. Belə bronzlaşdırıcı yağı var. Mən bronzlaşmaq lazım deyil, amma zəri hər zaman sevirəm, bayılıram. Bədən, ümumiyyətcə mənim kimi daşqaşlı, zərli, bəzəkli şeyləri sevən neçə nəfər var, çox maraqlıdır. Çox xoşlayıram da, özümdən asılı deyil. Çox xoşuma gəlir. Çəkilişimiz bitdi aşkım, neyniyək? Gedək yavaş-yavaş. Buradan şey götürüb editləyiblər, mənim əziz uşaqlar. Gör, mən sən demişə ged Anılın evinə zat ora bura, indi mənim başımda söydürmək. Yaxşı eləmirsən. Yox, bilsən də indi söz, uşaqlar, bilsən, düz eləmişsiniz. Prim xəttinə hər gün Bizim sizə zarafatlaşma. əziyyət çəkdiniz, zarafatlarımızı insanlara yanlış satırsınız, bizi söydürürsünüz, bizə sözlər dedirsiniz. Olmaz axı belə. Boş ver aşkım, o bizim izləyicidən deyil. Prosta araya Nə sızmış qədər də mikroblardır. səviyyəsizlər var, yığırsınız başına. Boş ver. Güya onların yazmağı ilə bizə nə olacaq? Heç bir şey. Bir 100 ildən sonra nə onun izi tozu qalacaq, nə mənim izim tozum qalacaq. Elədiyi sinsili o haqq dünyasında əziyyətini çəkəcək, mən kef eləyəcəm. Всё, getdik. Deməli arkadaşlar, çəkiliş vaxtı götürdü spreyi əlindən saldı yerə. Spreyin qapağı görün nə günə qaldı. İndi alırıq. Amma özümüz də işlədə bilmirik. Ay yox, evlə qarqış eləyir. Girən kimi bunu al, bunu götür, bunu götür, bunu götür. Allah qurban, Allah. Ayıb olsun sənə. Elədi götürdük. Ver, mən evdə onun bir çarəsinə baxaram. Çox qəşəngdir, yiyəm, bəxtimdən Allaha and Çox olsun. sağ ol. Çox sağ olun. Görüşərik inşallah. Yorulmayasınız. Uğurlar sizə. Getdik. Bunlara, cüllütlərə, cüllütlərə. Cüllütlər, gəlin. Arkadaşlar baldızım gilə geri döndü. Bizim zaman keçsin diye o yana bu yana, o yana bu yana, o yana bu yana gedip gelmelerimi yüzü görsüz. Baldızım geçen et sosu pişirip arkadaşlar. Hamı içeride onu yiyir. O nədir? Pəncərədə bir civciv. Yok, qaranquş. Sana qaranquş daha çok gelir. Oradan bana bakıyor. Beni çağırıyor. Geleyim mi qaranquş? Gelim. Geldim. İçeride çəkə bilmədim. Süfrən qəşəng salat zat düzəldib, süfrə düzəldib. Mahnı qoşublar Zeydə görə. Ona görə çəkəmədim. İndi gedirəm yeməğimi yeməyə. Ondan sonra günə davam. Arkadaşlar geldik evə. Bir çıxışım var idi. Bir de geri dönüşüm. Balaca şəfə nə edirsən? Bir de geri dönüşüm var. Səncə evdən çıxdığım halımdan əsər əlamət qalmayıb. Aşkım o çırpılmaz elə. Hə. Deməli sürprizimiz təəssüflər olsun ki, təxirə salındı. Sürprizimiz təxirə salındı. Yəni gecə 2-də də ola bilər, səhər 11-də də, 1-də də, 2-də də ola bilər. Yəni o dəqiq vaxt təyin olunmadığı üçün bu videoda olmayacaq. Çox təəssüf ki. Şeytan elə bil olmasın deyə əlindən gələni eləyir. İnansız, o qədər məyus oldum. Gün boyu heç nə çəkməmişdim ki, o sürprizlə bağlı video çəkəcəm. Cəmi 12-13 dəqiqə nə etdiyimizi çəkmişdim. Sürpriz də alınmadı və mən cəmi 15 dəqiqəlik, 14 dəqiqəlik video ilə qalmışam ortalıqda. Bilsəm də hər elədiyimizi, danışmaqlarımızı, gülməklərimizi hər şeyi çəkərdim. Çox pis oldum, Allaha and olsun. Bütün nastroyeniyam düşüb, modum düşüb. İndi arkadaşlar sizə bir dənə də önəmli xəbərimiz var. Buradan Xədicə xanıma çoxlu salamlı Xədicə idi səfərlərimizə. Kimi deyirsən? Yeni iş birliyimiz olacaq. Hə, Xədicə idi. Xədicə idi. Buradan Xədicə xanıma çoxlu salamlarımızı çatdırırıq. Xədicə xanımın ailəsi ilə birgə İşbirliyimiz olacaq. olacaq. Bir də Yeni gözləntilər, yeni sürprizlər var arkadaşlar. Çox gözəl Bir sürprizlər dənə var də deyim. görəcəyik. Bir dənə də sürprizimiz var. Bizim sizə sürprizimiz var. Onun da tahminini yorumlarda gözləyirəm. Yəni biz eləyəcəyik, siz də görəcəksiniz, siz də biləcəksiniz və yayılacaq belə deyim.
Sürprizdir. Əsasında görüşlərimizdə daha çox sizlə bir yerdə olacaq. O da dəhşət sürprizdir. Kanka ekskluziv olaraq. Yəni Yəni bu ay dostlarımızın sürprizlər sevinci, düşmənlərimizin ürək partlamasına az qaldı. Bəkləmədə qalın konsert. Sabah da Zeydin 2 ayıdır aşkım. 2 ayı tamam olur. Aşkım mən elə bilirəm uşaq 5-6 aylıq deyir. Heç 2 ay kimi gəlmir mənə. Cəmaət deyir vaxt nə tez keçir. Mən elə bilirəm ki biz 5 aydayıq, 2 ay qalıb geridə. Nadir əmisi nə tort düzəltdirəcək Zeyd üçün? 2-ci ay tortu. Deyirəm Nadir əmisi Zeyd üçün nə tort düzəltdirəcək 2 ayında. Dizayn seçib. Seç ne? Bir tane şey diyeceğim. Giyopi kanalının ya da Miyagi'nin şeklini bırakacağım tortun üstüne. Uşaq Miyagi mahnıları ilə yatır arkadaşlar, aşklar neydi? Şeydi, neydi? Mahnısının birini deyin də. Biri lambadaydı, o birisi... Lampada Miyagi'nindir. Aa, hə elə Miyagi yazdır bəs onun üçün. Yatar o tortun qabağında. Zarafatsız nə dizayn seçmişsən? Aa, uşaqlar, Zeydin 2 ay tortunu necə elətdirək? Yorumlarda fikirlərinizi yazın zəhmət olmasa. Nəli elətdirə bilərik ki, maraqlı bir şey olsun. Nadirəmə xahiş edirəm bananlı olsun. Geçen sefer kimi uzbor içi banan. Hə. Bu öyle bir şeydi, şöyle bir banan dizmişler. Hə, bol bananlı və qaymaqlı olsun. Xoşlayıram mən elə. Bəkləmədə qalın. Böyük sürpriz. İndi bizim bir 5-10 dəqiqəlik canlı yayımımız var. Mən gedirəm TikTokda canlı yayıma qoşulmağa. Ondan sonra yenə qayıdacağam. Baxaq görək nə edirik. Ottan korktum Meryem. Gelin güzel yolu. Güzel ne elbette ne almaya getirir? Dondurma. Əlbəttə. Evin içi görsenler her gemelli başta. Gel buradan sağa dönelim. Yo bu da. Gede dondurmalarımızı alay. Can kaçar. Kaçay. Burada qaranlıqda hələ bağlayıram. Məhəllələr evdə qaranlıqda ki, əsnad qorxur. Oha, səsə var. Əsnad həm qorxursa, həm də qabaqda qaçırsan. Ən çox qorxduğum itdir. Bir də adamdır. Məryəm belimdə nəsə var ya. Belimdə nəsə var. Bax burada. Ne sanır? Əsnad burada atdı. Kassan. Biz seni. Su qaçsız məcbur qaçıram. Ben onunla da çıkacağım. Sonra yerden. Ya burada çözüyorum abla. Burada işim var. Neyse. Yes. Belbə nəsə dərgiyi, Məryəm. Andit. Dərgi belbə nəsə dərgi. Andit. Artık korkuyorum sıkılmadı. Burada kabardı ihtimal var. Ondan korkuyorum en çok. Evet, cümsə mən su qoyub qaçacaq. Nadire bakın dostlar. Sonra Zarafat bizim edirəm. içliyiz. Zarafat eləmir. Onsuz da mənə tanıyan Kamera hər- arkasında həqiqətən belədir. Məni tanıyan hər kəs bilir ki, mən sizi atıb qaçmaram heç vaxt. Əslində bir də baxın sizə. Hara qaçsan? Məryəm hanı? Məryəm hanı? Hanı Məryəm? Allah'ın olsun Məryəm yoxdur. Harada gizlandı və ya? Harada gizlandı? Gəl bax baxay. Maşının arkasına bir dənə bax, orada gizlanıb bəlkə. Çox dəcəlsən, qorxdu Əsnad. Niyə gizlandı? Yok gördüm ben korkup kaçsız. Ben de cizlendim ki damar korkup kaçmaksız. Aha. Əsnad, gördün neynədir? Əsnad, qabaqda it var, getmə.
Biz de ithal alacağız. Hop hop. Kalbasa. Aslında Nadir, iç çağırdı Nadir bizi attı kaçtı dostlar. Əsnad qaçırdı deyə qaçdı mı qabaqda? Yok, yalan deme. Əsnad yazıq Əsnadı hara qoyum? Əsnad Ben qabaqda çıkmasaydım qaçır. siz beni tapa bilmeyecektiniz bilirsiniz. Tapacaqdı. Yok Biz fırlanacaktınız. bilirdik maşın Fırlanacaktınız ben de fırlanacaktım. Əsnad qaçma gəl bura. Kalbasa. Aşağı burada mağdurlar bunlar. Korkuram bunlardan. Yenice, Sən bizə atıb gedirsən. yenice. Sən bizə atıb gedirsən. O kadar it kovalamasından falan sonra geldiği buradan tapdığı. Hadi götürüm. Özü kaç. Ben de istiyorum. Götürüm. Hadi götürüm ha. Onu götürebilmeyeceksin sen. Elbise tuturacaksın. Ha götürebilirsen ama el değme. Niye? Bundan Bak ona. Götürüm. Kaçır. Başa kaç. Kaçtı da. Güzel. Kalbasa. Size salam veren bir kedi. El değmedim bunu da. Sen de neyini? Əsnad götürdü. Bunu da apar eve. Sen şimdi koy yere. Koy yere. Pişik qorxdu yazı. Əsnad apara onu eve. Hə. Yok Nadir. Şəhriyə nə deyəcək? Dizi şiş şakoami. Kişinin anası atmışdı onu. Süd zad vermirdi. Gel. Asıl koy yere. Üstüne de sürt diye biraz. Ay bitti olacak peki. Gelip satay markete. Kalmasa. Orada devam eləyəcək. Aa bırakmaz. Afyorduk eləmə. Bırak bir şey. Anasından ayırma. Bırak döneyim. Koy yere. Tamam tamam. Bırak buradan dönürük biz. Kalbasa dayandır. Nihayət çıxartdıq marketə. Bir de bu yere. Rabia üçün sevgi götürək tuza. Hey o sen. Hey onu bizden al. Ha. Yaşlı. Yaşlın istəyir də. Selamünaleyküm. Yaşlısınız. Əslində sən seçdin marjinalı. Nadir sen iyi misin? Ben Atı getireceğim. iyi. Atı ben iyi. Riyarlı özüm üçün də bundan götürürəm. Ah. Gedək baxa görə başqa nə tapırıq. Gidelim. Kuşun istədiyi rolton hansıydı? Yaşıl paçka dedi 2 dənədir. Kim istəyir başqa götürsün özü üçün də. Sen. Götür də. Götürdün. Aa götürdü. Götürdü. 3, 4, 5. 5 tane. Hə, bəsdir məncə 5 dənə. Gedək. Və artıq marjinalarımızı alıb evə edirik. Əslində Məryəm dayana bilmədi, gözləmədi. Bəlkə biz də gözləyəydik. Bana bir şey. O gəldi. Həmin pişikdir. Nəysə, gedək evə də, çox gec oldu. Gedək, gəl. Götürdü bunu. Hara götürək, gəl. Ya şey Gedək. Hələ bizdən əl çəkmir. Əsnad salıb onu arxasıyla sürütləyir. ayağımın nasıl böyle sürttü. İndi o bir şey elə bilir ki, sonra baxacaqsan. Bakacağım niye bakmıyorum ona? Ona bu indi Məryəm dayıca qaçır. O indi için qucağına edilir o bir şey. Qorxdu qaçdı. Aa. Korkudun hadi. O yazıqdır yaxı o pişik. Bilemeyeceğim.
Evet arkadaşlar, marojnaları alıp üstüme de bir tane bala pişiyi götürüp gəliblər. Bala pişiyi götürmələri az demiş kimi evin içine salıp oradan balkona saldılar. O əsnət var ha, bizim başımıza oynatır Allah'ın dostum. Gətir qoy həyətə yeməyini içməyini qoy. Evə nə iş salırsan çimizdirməmiş. Ve çimizdirəydik, qut dərmanınız adı vuraydıq. Məryəm başlayır bu qaşınmağa. Evə salıb pişiyi. Hadi sen aşkım içimizde bir eve salar değil hadi. Salmayaq. Bu da Ördəklə heyvan xaladır. Neyse uşaqlar, dediyim kimi bugünkü videomuz aslında çok daha maraqlı ve çok daha geniş olacaqdı. Amma tərslik oldu. Gecə saat 2-də də sürprizimiz həyata keçə bilər. Məryəm az qalsın ikinci sürprizimizi yandırırdı. Ne? Şeyləmirdin, açmırdın səhvə. Aşkım elimdeydi buna basıldı. Hə arkadaşlar. Çok geçey dalbadal sürprizlerimiz gəlir, hazır olun. Gece saat... Niye spoiler verirsən? Spoiler. Deyirəm birlikdə biləcəyik bir... Neyse Allah'ım bacım. Deməli arkadaşlar, gece saat 2'də də hər an sürpriz üçün belə deyim, hərəkətə keçə bilərik. Ona görə sabahki videonu mütləq şəkildə gözləyin. İndi bunu burada sonlandırıram. Kanalımıza da abone olup like atıp yorum yazmayı unutmayın. TikTok'ta da ola bilsin ki ara sıra canlılar açım. TikTok ve Instagram sayfalarımda takip alın. Matchigucci, Instagram'da Ophelia Aliyeva. Ophelia Aliyeva. TikTok'ta da Ophelia Aliyeva. 500 neçə min takipçili sayfa.